Hər birinizi salamlayıram. Telefondan fərqli istifadə seriyamızın növbəti videosundayıq. Bu videoda sizə telefonu necə web kamera kimi istifadə edə bilərsiniz, onu izah edəcəm, birlikdə test edəcəyik. İlk dəfə yadınızdadırsa, web kameralar Skype-ın vaxtında məşhurlaşdı. Skype artıq mövcud deyil. Çox heyf ki, bu il o öz həyatını başa vurdu. MSN Messengerdən tutmuş Mail.ru agent və yaxud Skype, bunların vaxtında web kameralar daha çox istifadə olunurdu. Son dövrlərdə isə WhatsApp tətbiqi çıxandan sonra demək olar ki, kompüterin web kamerasından o qədər də istifadə eləmirik. Daha çox tədris məqsədləri ilə istifadə olunur. Ən çox da pandemiya dövründə təhsil onlayn formaya keçdikdə bütün idarə və təşkilatlar məsafədən distant rejimə keçdikdə web kameralardan həmin vaxtlar daha çox istifadə olundu. Zoom tətbiqi üzərindən və yaxud Microsoft Teams üzərindən istifadə olundu. Əvvəllər web kameralar 1.3 megapiksel həcmində sadəcə görüntünü qarşıya çatdırmaq üçün mövcud idisə, indi son dövrlərdə isə texnologiya inkişaf elədikcə HD webkamlar daha yüksək keyfiyyətli görüntü verən web kameralar istehsal olundu. Əgər web kameranız yoxdursa, daimi istifadə eləmirsinizsə, qısa müddətli istifadə eləyəsinizsə və yaxud fərqi yoxdur, daimi istifadə eləmək üçün də əlavə pul vermək istəmirsinizsə, telefonunuzu kompüterin web kamerasına çevirə bilərsiniz. Necə, gəlin sizə göstərim. İlk növbədə telefon proqramını yazacağıq. Nəzərinizə çatdırım ki, bir neçə proqram var bu işi görən, ancaq mən onların içərisindən birini seçdim. Nəyə görə? İndi izah edəcəm. Play Store-a daxil oluruq və burada Droid.com yazırıq. Droid.com. Baxın, burada bir neçə versiyası var. Hər üç proqramda tərtibatçı eynidir. Üçüncü $5 civarında bir qiymətə təklif olunur. HD-dir çünki yüksək keyfiyyətli görüntü verdiyi üçün. 1.2 isə pulsuzdur. Birinci klassik yazılıb, ikinci də eynidir. Sadəcə ikincinin qarşısında OBS yazılıb. OBS nədir? OBS ekrandan görüntü aldığımız proqramdır. Həm də canlı yayımlar açmaq olur onun üzərindən. Hal-hazırda kompüterin ekranından gördüyünüz bu videoda OBS ilə çəkilir və OBS-ə çox rahat inteqrasiya olunur bu versiya. Ona görə hər istifadəçini nəzərə alaraq həm adi qaydada deyək ki, Teams-dən istifadə edən bir istifadəçi, həm də düşünür ki, kompüterdə nələrsə çəksin və eyni zamanda digər bir istiqamətdə çəkib oraya əlavə eləsin. Bu özü də ola bilər, başqa bir yerdə ola bilər. Ona görə mən bunu məsləhət görürəm. Droid.com, webcam və OBS kamera. Bunu yükləməyə qoyduq. Biz kompüterdən də bunun dəstəyini yükləməliyik. İki qoşulma vasitəsi var bunun. Biri USB, biri Wi-Fi. USB üzərindən qoşulmaq üçün əlavə driver yükləməlidir kompüterə və telefonda USB debug açılmalıdır. Buna görə də bu qədər uzun yol getməmək üçün məsləhət görərdim Wi-Fi üzərindən qoşulasınız. Droid.com-ı açıram. Belə bir bildiriş ekranı davam edirəm. Budur. İki bölmə görürük biz. Birinci, kompüterin web kamerası kimi istifadə eləmək istəyiriksə, droid.com.app tətbiqinə, saytına daxil oluruq kompüterdən. İkinci, OBS üçün isə droid.com.app drop OBS. Birinci növbədə təbii ki, kompüterin web kamerası kimi istifadə edəcəyik. Ona görə də droid.com .app enter baxaq. Bu arada iOS versiyası da var. iPhone-da istifadə edə bilərsiniz. Baxaq burada ətraflı başqa bir məlumat varmı? O qədər də bir məlumat yoxdur. Sadəcə yükləyib istifadə edirik. Biz birinci addımı artıq etmişik. Kompüter üçün versiyasını yükləyirik. Baxın, burada üçüncü seçimi də biz gördük. Özdə ən birinci qoyublar Linux. Linux versiyası da var. Linux istifadəçilərini də unutmayıblar.
Linux'dan istifadə edirsinizsə birinci bölmə Windows 10 və 11, yəni burada 7-ni görmürük. Windows 10 və 11 üçün bu bölmədə, OBS plugin isə bu bölmədə. Windows üçün yükləyək. 80 MB-lıq bir həcmi var. Buradan növbəti deyirik. 2 icazə istəyir bizdən. Video və səs icazəsi, görüntü və səs hər ikisinə icazə verdik. Və belə bir IP adres verdi bizə. Kompüter versiyası, ekrana yarlığı atılmadı. Buradan yüklənmiş proqramı biz görürük. Droid.com. Buradan açdım. Belə bir pəncərə açıldı. Burada yazılıb bura toxunun əlavə eləmək üçün. Bəli, budur A7 smartfonu. Smartfonun adı gəldi. Wi-Fi üzərindən qoşulduğu gəldi. IP. Burada səsi də Activate. Onu seçirik. Və daxil et. Formada, yuxarıda Droid.com-dan istifadə olunur. Yəni bir logo. Onu gördük. Deməli, ayarlara daxil olaq. Ayarlara daxil olmaq üçün gərək görüntünü dayandıraq. İstifadə edə bilirik. Hal-hazırda Teams və yaxud Zoom tətbiqlərinin heç biri olmadığı üçün tam olaraq əlaqə qurub yoxlaya bilmirəm, sizə göstərə bilmirəm. Ancaq ən azından quraşdırmanı izah elədik. Bir yerdə baxdıq, normal görüntü var. Amma ən azından izah elədik, normal görüntü var. Bu qaydada telefonunuzu asanlıqla kompüterinizin web kamerasına çevirə bilərsiniz. Bugünlük bu qədər. Video sizin üçün faydalı olubsa kanalımıza abunə olun, bildirişləri açmağı unutmayın.